Bakı bu günlərdə mühüm bir diplomatik görüşə ev sahibliyi edir. Türkiyə və İsrail Suriya məsələsi üzrə texniki görüş keçirmək üçün bir araya gəliblər. Suriya məsələsinin önəmi təkcə Türkiyə və İsrail üçün yox, Azərbaycan üçün də böyükdür. Bakıda Türkiyə və İsrail rəsmiləri arasında texniki görüş keçirildi. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Suriyada arzu olunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması ilə bağlı mexanizmin yaradılması müzakirə olunub. Ekspertlərin fikrincə bu görüş Ankara-Təl-Əviv münasibətlərinin normallaşması demək deyil, sadəcə Suriyada yaranan yeni reallıqdan irəli gəlir. Bunu ilk defa Türkiye Dışişleri Bakanı Hakan Fidan açıkladı. Bunun dışında Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'in Türkiye müttefiki İsrail'de dostluğumuzdur açıklamasından sonra gözler Bakü'ye çevrildi. Burada teknik olarak sahada askeri unsurların karşı karşıya gelmemesi için yapılan bir çalışma. Bu bir normalleşme değil. Bir Suriye gerçekliğinden dolayı. Çünkü Suriye Yeni Şam yönetiminin en büyük destekçisi ve hala alanda mevcut bir yapılanması bulunuyor. İsrail isə Suriyaya xarici qüvvələrin yerləşdirilməsini, xüsusilə Palmira bölgəsində Türkiyə bazalarının yaradılmasını özünün qırmızı xətti adlandırır. Bu barədə Times of Israel nəşrinə hökumətdəki mənbə bildirib. Türkiyənin Suriyada əsas məqsədi isə terror qruplaşmalarının tamamilə ləğv olunmasıdır. Rəsmi Ankara bunu öz təhlükəsizliyi ilə əsaslandırır. Ekspertlər hesab edir ki, Ankara və Təl-Əviv arasındakı görüşün məhz Bakıda baş tutması tərəflərin Azərbaycana etimadını göstərir. Bakı vasitəçilik bir rol oynayan bir məkana çevrilir. Təsadüfi deyil, hələ 2017-də burada ABC-la Rusiya arasında görüş olub. Hər iki ölkənin baş qərargah rəisləri görüşüb. Bu özlüyündə o deməkdir ki, bizə etibar eləyirlər. Xatırladaq ki, Türkiyə və İsrail arasında toqquşma təhlükəsi Benyamin Netanyahunun Amerika Birləşmiş Ştatlarına səfərində də müzakirə olunub. Təl-Əviv Vaşinqtondan Ankaraya qarşı dəstək istəyib, lakin Donald Trump tərəfləri razılaşmaya dəvət edib. Ekspertlər deyir ki, bu ərəfədə Azərbaycan Türkiyə ilə İsrail arasında Birləşmiş Ştatların dəstəklədiyi dialoq mühitinin yaradılmasını həyata keçirə bilər. Qeyd edək ki, Prezident İlham Əliyev Ada Universitetində keçirilən Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forumdakı çıxışında tərəflər arasında dialoqun qurulması ilə bağlı Azərbaycanın fəallığına diqqət çəkib. Türkiye ve İsrail arasında Azerbaycan burada vasitəçilik etmiştir. Bugün iki ülke arasında baş verenler ilk böhran değil. Bu artık ikinci böhrandır. Yaxın keçmişə nəzər salsaq, ilk böhran zamanı biz fəal rol oynadık. Burada legitim narahatlıqlara baxmayaraq və etimadsızlıq mühitine baxmayaraq, yenə də burada normallaşma üçün təməllər müəyyən edilə bilər və qarşılıqlı maraq kəsb edən sahələr də müəyyən edilə bilər və zənnimcə bu proses dayanmamalıdır və davamlı olmalıdır və Azərbaycan əlindən gələni edir ki, burada vasitəçi rol oynaya bilsin.